İsrail İran'ı vuracak. Çok pis vuracak. Geçen eve İsrail İran'ı vurdu. Bütün hava mekanını ele aldı. İsrail'in atmosfer qatından yuxarıda gələn səsdən 8 dəfə, 6 dəfə, 8 dəfə sürətli raketləri İsrail hesaba almamışdı. Dəmir qübbə 7 dənə qapıdır. Dəmir qübbənin 7 qapısı alt-alta açılır və oradan raketlər çıxır. Göydə İran raketlərini vururlar. Amma İran bu dəfə raket gəlir, səsdən hızlı raket gəlir, yavaşça gəlir yuxarı, yuxarıya qədər yavaş gəlir. Ta hədəfin üstünə, İsrailin üstünə çatanda işıqdan 6 dəfə üzr istəyirəm, səsdən hələ işıqdan sürətli nəsə çıxmayıb. Səsdən 6 dəfə sürətli raketdən, supersonik raketdən o hansı ki dəmir qübbənin raketlərini vurdu. Əlbəttə bunu da satıblar, bir skandal oldu. Sonra İsrail dedi başqa sistemə keçirəm hər nəysə. İndi isə bir aya qədər bundan qabaq mən dedim, İsrail lazer silahlar gətirib, ondan 2 ya 3 dövlətdə dünyada ola ya olmaya, lazer silahlar həmən raketləri vurmaq qabiliyyətinə malikdir. Bundan başqa İngiltərə və Amerikada çaşqınlıq var idi. Artıq hər ikisi körfəzə ən güclü gəmilərini, ən güclü silahlarını göndəribdir. Bundan başqa, burada başqa bir məqsəd də var, başqa bir məram da var, indi onu deyəcəm sizə. Dəyərli həmvətənlərim, dəyərli soydaşlarım, burada əsas məsələ nədir? Müharibə 2 variant olacaq. Baxın, mən hərbiçiyəm, bilirsiniz ki də dediklərimin 10 dənə nəsə deyirəmsə, 10'u da düz çıxmasa 9'u düz çıxır. Bu müharibə 2 variantda olacaq. 2 variantda olacaq. Özdə təzə başlayır, sabahdan o ana hər an başlaya bilər. Mən demişdim ayın 15'i civarında başlayacaq, 14-15'i. Mən belə demişdim, amma tez də başlaya bilər. Bir neçə gün gecikə də bilər. Dəyərli həmvətənlərim, dəyərli soydaşlarım, yəni İsraildə deyəndə İsrail Azərbaycanın 3də 1-i qədər yerdir. Bütün sığınacaqlar var. Bütün binalar dağılsa belə İsrail dünya yahudiləri necə deyərlər, Amerikanı yenidən tikib qura bilərlər. O da qalmışdı İsrail. Yəni o elə problem yox. Deməli, dəyərli həmvətənlərim, burada müharibə 2 variantda olacaq. Söhbət İlham Əliyevdən gedir ha. Bu müharibə 2 variantda olacaq. Ya İran işğal ediləcək. İranı işğal etməlidirlər. İranı bölməlidirlər, işğal etməlidirlər, quru qoşunlar yeritməlidirlər. Amma bu dəfə Çin, Rusiya açıq dəstək verəcək. İngiltərənin, Amerikanın gəmiləri gəldi ya körfəzə. Çinlə Rusiyanınki də gəldi körfəzə. İrana dəstəyə görə. Gəliblər artıq. Bu dəfə Çin və Rusiya açıqca İrana dəstək verəcək. İranı dağıtmalıdırlar. Baxın, burada məqsəd İranı dağıtmalıdırlar. İkincisi, əgər bu dəfə bacarmasalar, bu dəfə bacarmadılar da İranı, məsələn, bacarmadılar dağıtmağa İranı. Mən ehtimal edirəm 90% bacaracaqlar. 90%, 80%. Bəlkə də mən yalan deyərəm. Mən ehtimal edirəm bacaracaqlar. Çünki İranın elə sistem dünya güclərinə xidmət edən sistemdir. Yəni, mən belə düşünürəm. Bu mənim fikrimdir. Əgər bu dəfə İranı dağıtmağı, işğal etməyi, dağıtmağı, parçalamağı bacarmasalar, İran Azərbaycandakı rejimi dərhal məhv edəcək. Dərhal məhv edəcək. Artıq bu plan çizilibdir. Rusiya ilə Çin isə dərhal Türkiyə rejimini məhv edəcəklər. Erdoğan rejimini. Dərhal. Rusiyanın deməli, Çinin və Rusiyanın Oxot dənizindəki hərbi gəmiləri artıq Fars körfəzinə gəldilər. Əzəmətlər. Deyirəm sizə.
Bu savaş iki halda olacaq. Ya İran dağılacaq, ya da dağıdamayacaqlar. İranı dağıtsalar Erdoğanla İlham Əliyev gedir. Netanyahu da işini tamamlayıbmış kimi gedir. Bunlar gedirlər. Əlbəttə ki, Putin İlham Əliyevi salamat buraxsa, bütün hallarda plan odur ki, İlham Əliyevi xalqa əzdirəcəklər. Ben bunu deyirəm. İlham Əliyev hakimiyyətini xalqa əzdirəcəklər. Əlimdə bir material var, onu da göstərmirəm. Göstərsəm dəhşətə gələrsiniz. Ama narahat olmayın, sizi sevindirəcəm. Xalqın ayağa qalxması çox yaxında baş verəcək. Özdə mən demişəm ha, bir dəfə komanda verəcəyik. Bir dəfə qalxacaq ayağa. Vəssalam. Vəssalam. 3 gün çəkəcəkmi, çəkməyəcəkmi? Çox güman ki, bəlkə də İlham Əliyev onsuz da qaçacaq. Orada bir balaca Kürtlər, bir iki gün qarşı durma ola bilər 3 gün. Amma mənim xalqım bir ayda Əliyev rejimindən savaşmağa hazırdır. Licbi Əliyev rejimi rədd olsun. Yəqin ki, burada düzdür, ya səhv deyirəm, yaza bilərsiniz. Dəyərli mədələrim, dəyərli soydaqlarım, uzun sözün qısası. Uzun sözün qısası. Müharibə iki variantda olacaq. Ya İran dağılacaq, ya dağılmayacaq. İran dağılacaqsa da İlham Əliyev Erdoğan gedir. Məhv olur, xalqın ayaqları altında qalacaq. Sadəcə son tapşırıqlarını yerinə yetirirlər. İran dağılmasa da İran İlham Əliyevi məhv eləyəcək. Çin və Rusiya isə Erdoğan hakimiyyətini məhv eləyəcək. Artıq plan ortaya o nətərdir? O şahmat oynayanda ki, şahdır, vəzirdir, əsas o peşkaları ki, qurban verirlər, hansı ki, xodlara, gedişata görə, qalibiyyətə görə, gedişata görə müəyyən sistemi, düzəni qurmaq üçün bəzilərini qurban verirlər. Burada balaca peşka İlham Əliyevdir. Deyək ki, top ya fil də Erdoğandır. Əslən, bunun razılığı alınıbdır, kitabı bağlanılıbdır. Əzizəm vətənə. Ancaq mənim bir bilgim də var. Bunu yenə deyirəm, üstü örtülü deyə bilərəm. Üstü örtülü deyə bilərəm. Sadəcə oktyabr ayında ya noyabr ayında. Oktyabr, noyabr ayında. Ola bilsin bu savaş başlayanda ya gedişat ərəfəsində ya bitmə ərəfəsində sizi sevindirəcəyim. Yəni ya bax bu oktyabr ayında ya noyabr ayında sizi sevindirəcəyim. Mənim də sevindirməyim elə belə olmur ha. Ya burada çıxıb deyəcəm İlham Əliyevi devirmək üçün hərəkat başladı. Özdə bizdə nə hərəkat? O hərəkat başlayanda artıq İlham olmayacaq. İlham olmayacaq hərəkat başlayın. Siz sadəcə bəyləri Ramiz Mehdiyevizadı qandallayacaqsınız, tapdalayacaqsınız. Bəli. Mən sizə söz verim, İlham Əliyev olmayacaq. İlhamın çuçilası var. Oxşarı, onu öldürəcəklər, güya İlham Əliyev öldü. Və yaxud o Bakıda olacaq, güya İlham Əliyev Bakıdadır. Halbuki İlham Əliyev qaçıb. İlham Əliyev 3 milyarda İsrailin gücünlə özünə çuçila hazırlayıb. Yəni, oxşarını hazırlatdırıb. Toçunu İlham Əliyevdir. Adca İlhamdan gəncdir, hiss edilir. Amma toçunu İlham Əliyev. Dəyərli vətəndaşlar. Deməli, o Qarabağa gedən İlham Əliyev var ha, Qarabağa. Yəni Amerikaya gedənlər həqiqi İlham Əliyev. Amma Qarabağa ki gedir ha, xüsusilə də o çox kadrları olmur, uzaqdan zaddan ki, prezident Şuşaya gəldi, prezident Xankəndə gəldi, prezident lazımsız səfərlər var ha, çox. Onun çoxsu İlham Əliyev, əsl İlham Əliyev deyil. Əsl İlham Əliyev deyil. Hər 5 kadrdan 4'ü sizə Allah'dır. Deməli bu belə. Dostlar, vallahi də, billahi də sizi bu ayya gələn ay sevindirməyi düşünürəm. Bax, burada elə sevinçli xəbərlərim var ki, yəni mən də elə belə adam deyiləm. Bilirsiniz ki, böyük ailələrlə, mən deyəndə ki, COP29 boykot olacaq. Gördünüz mü? Gördünüz? Gördünüz mü COP29 boykot olacaq? Dedim mi? Dedim. Bir dəqiqə.
İndi yaxşı xəbərlərim var, indi onu da deyəcəm sizə. Sonra dəhşətli xəbərlər deyəcəm sizə. Dedim ki, COP29 boykot olur. Dedim mi Astor, bilirsiniz də, Mehriban elə cadugar ailə ilə çaşqal-oşqalıq eləyirdi. Oteli yandırdılar. Dedim mi hansı ailə qovdu dünyanın böyük hörmətli ailələri? Hətta həmən vaxtı Əli Kərimi də dünyanın böyük hörmətli ailələrindən stat gətirdi. Amma məni kimi yox, üstü örtülü.